Sizə Azərbaycan musiqisinin ədalətsiz olaraq kölgədə qalan bir epizodundan danışacağam. İlk baxışdan sadə görünsə də bu videoda səhnəni iki əfsanə bölüşür. Onlardan biri Azərbaycanın muğam ustadı Alim Qasımovdur, digəri isə Qərbdə ən populyar musiqiçilərdən biri olan Jeff Buckley'dir. Acı taleyi olan Jeff Buckley'nin Qərbdə nə qədər populyar olması barədə mən sizə danışacağam. Buckley'ni dünyanın ən yaxşı musiqiçisi adlandıran bu insanların siyahısına qulaq asın. Radiohead qrupundan Tom York, Lana Del Rey, Adele, Matthew Bellamy və Coldplay'in vokalisti Chris Martin. Bu sadəcə ən məşhurları idi. Düzdür, bizim coğrafiyada Jeff Buckley'ni daha çox Hallelujah mahnısına görə tanıyırlarsa, Qərbdə o 20-ci əsrin ən vacib musiqiçilərindən biri sayılır. Gördüyünüz bu video 1995-ci ildə çəkilib. 1996-cı ildə isə Jeff Buckley öz avtobiografiyasında qeyd edir. Alim Qasımovla eyni səhnəni paylaşmaq mənim ömrümün ən vacib və ən xoşbəxt anları idi. Təəssüf ki, 1997-ci ildə 30 yaşlı Jeff Buckley çayda boğularaq ölür. Əgər videoya buraya ki baxmısınızsa, onda sizi eyni adı olan Telegram kanalıma dəvət edirəm. Çünki orada adətən videoya düşməyən bəzi maraqlı faktlar da paylaşıram.